Hamınıza salamlar. Bugün sütdən hazırladığımız kokteyli sizlərə bölüşmək istəyirəm. Yəni bildiyim bir resepti sizlərə də demək istəyirəm. İstifadə edirəm demək sütdən. Yox, yaxşısı budur, videonu izləyin və ardına baxın ki, nələrdən istifadə etmişəm. Hazırlamaq üçün bizə lazımdır blyandır. Mən istifadə edəcəyim bu ürünləri başqa siruplara əvəz etmirəm. Yəni mürəbbəni yemişik qəşəngcə. Bax beləcə suyu qalıb, yəni sirupu. Suyu qalıb, meyvənin şirəsi qalıb mürəbbənin və buz jeleləri də bax yeyəndən sonra beləcə jelə qabına su tökmüşəm və soğuducuda buz eləmişəm. Bax beləcə ilə buzlar düzəltmişəm, yəni buz. Bir də ki südü blendərə əlavə edək. 2 stəkan süt döktüm və sözsüz kişilərini bunun içərisinə əlavə edirəm. Sonra isə buzluğuna əvvəlcə 2 ədəd, 3 ədəd buz atıram. Qarışdırdıqdan sonra yenə buz əlavə edirəm. Saxla